Salam, hər birinizi xoş gördük. Lənkəran rayon Yuxarı Nüvədi kənd Mais Mirzacanov adına tam orta ümumi təhsil məktəbinin radio qovşağı efirdədir. Həftənin ilk aparıcısı mən 8B sinif şagirdi Səfərzadə Zəhra. Mövzumuz beynəlxalq tibb bacısı gününün yaranma tarixinə təsadüf edir. Hər il mayın 12-si beynəlxalq tibb bacısı günü kimi qeyd olunur. 1974-cü ilin yanvarında rəsmi olaraq mayın 12-si beynəlxalq tibb bacısı günü kimi qeyd olunması barədə qərar verilib. Həmin tarixin seçilməsi təsadüfi deyil. Mayın 12-si ilk İngilis tibb bacısı Florence Nightingale'in doğum günüdür. O 1820-ci ildə İtaliyanın Florensiya şəhərində zəngin İngilis ailəsində dünyaya gəlib. Valideynləri onun doğulduğu şəhərin adına uyğun olaraq Florence adlandırıblar. 20 yaşında ikən cəmiyyət üçün yararlı bir şəxs olmaq arzusunu ifadə edən gənc qız gündəliyində belə bir qeyd yazıb. Tanrı mənimlə danışdı və məni xidmətinə çağırdı. İnsanlara xidmət etməyin ən doğru yolunun tibb bacısı olmaqdan keçdiyinə qərar verdim. O 1853-1856-cı illərdə Krim müharibəsi zamanı ilk dəfə şəfqət xidmətini təşkil edib. Xüsusən döyüş bölgələrində əsgərlərə yardım göstərən Florence əlində hər zaman lampa tutduğu üçün tarixdə lampalı qadın olaraq anılıb. Birləşdirilən tibb bacılarının beynəlxalq məsləhət şurası həmin günü məşhur İngilis Florence Nightingale'in ad günü şərəfinə təsis edilib. Hazırda həmin təşkilat öz ətrafında dünyanın 130 milli assosiasiya 27 milyon tibb bacısını birləşdirir. İlkin tibb təhsil almış şəfqət bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim və ya fetişeni göstərişləri yerinə yetirən peşə sahibləridir. Hazırda tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edirlər. Xəstələrin sağalıb şəfa tapması və normal həyatda qayıtmağına həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onların üzərinə böyük vəzifə düşür. İlk Azərbaycanlı şəfqət bacısı General Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya olub. O, 1-ci Dünya müharibəsi başlayanda yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilib. Nigar xanımın başçılıq etdiyi xəstəxana məşhurlaşaraq Şıxlinski xəstəxanası kimi tanınır. O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətində də rəhbərlik edib. 1920-ci il martın 10-da Əliağa Şıxlinskini və Fətəli xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilib. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin şəfqət xidmətinin təşkilatçısı olub. Xəstə ilə ünsiyyət, iynə vurmaq, təzyiqini yoxlamaq və digər işlər tibb bacısının öhdəsinə düşür. Onu da xatırlamağa dəyər ki, yeni növ koronavirus infeksiyasına qarşı aparılan mübarizələrdə, eləcə də 1-ci Qarabağ və Vətən müharibələri dövründə də tibbi bacıları təcrübə və peşəkarlıqları özlərinin ən üstün şəxsi keyfiyyətləri və qətiyyətləri ilə yaxından iştirak ediblər. 1974-cü ildən etibarən mayın 12-si hər il beynəlxalq tibb bacısı günü kimi qeyd olunur. Azərbaycanda da adını səhiyyə, tibb bacısının peşəsi tarixinə qızıl hərflərlə yazmış şəxslər az deyil. Tibb bacılarının həyatımızda əvəzolunmaz rolunu vurğulamaq üçün bu peşə üzrə fədakar fəaliyyət göstərən və xüsusi fərqlənənlər üçün Florence Nightingale medalı təsis edilib. Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Cenevrədə keçirilən Florence Nightingale medalının təltif edilmə mərasimində 18 ölkədən 25 tibb bacısı həmin medala layiq gördü. Bu medal silahlı münaqişə və ya təbii fəlakət qurbanlarına müstəsna yardım göstərən, insanların sağlamlığı naminə həmçinin tibb sahəsində qabaqcıl xidmət edən şəfqət bacılarına verilir. Medala layiq görülənlər arasında 2020-ci ili Vətən müharibəsinin yeganə şəhid qadını Arasdə Baxışova da var. O, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda vuruşarkən yaralanılan əsgərlərə ilk tibbi yardımın göstərilməsində və onların döyüş meydanında təxliyə edilməsində vəzifə borcunu yerinə yetirərkən həlak olub. Ümumdünya Səhiyyə Ansambləsinin 72-ci sessiyası 2020-ci il tibb bacısı və mamalarının beynəlxalq ili elan edilmişdir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanmış tibb bacısının işinin dünyada vəziyyəti 2020-ci il məruzəsi qeyd olunub ki, səhiyyənin hazırki vəziyyəti həm tibb bacısı işçilərinin sayının, həm də onların vəzifə və funksiyalarının əhatə dairəsinin genişlənməsini tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının
Ekspert komitəsinin tövsiyələrinə uyğun olaraq ali təhsilli tibb bacılarının bu ixtisasda fəaliyyət göstərənlərin ümumi sayının ən az 10%-ni təşkil etməlidir. Bütün bunlar müasir dövrün tələblərindən irəli gəlir. 21-ci əsrin tibb bacısı öz peşə və vəzifələrini yerinə yetirməyə hazır olmaqla yanaşı, həm də tibbdə inovativ dəyişikliklərə tez uyğunlaşmaq qabiliyyətinə malik olmalı və qrup lideri kimi fəaliyyət göstərməyi bacarmalıdır. Tibb bacısının komandanın koordinatoru olaraq tibb bacısı hər bir xəstənin ehtiyaclarını dəqiq qiymətləndirməli, fərdi baxım planını qurmalı, komanda üzvləri arasında aydın ünsiyyət təmin etməlidir. Bundan əlavə, elmin sürətlə inkişaf etdiyi dövrdə tibb bacısının tədqiqat aparmaq, bu tədqiqatların nəticələrini əsaslandırmaq və cəmiyyətə təqdim etmək qabiliyyətinə malik olmalıdır. Bunu da yaddan çıxartmaq olmaz ki, tibb bacısının təhsilinin əsas şüarı tibb bacısının tibb bacısı öyrətməlidir olduğundan pedaqoji bacarıqları olan ali təhsilli tibb bacılarına ehtiyac qat-qat çoxalır. 2020-ci ildən etibarən Təhsil Nazirliyinin müvafiq qərarı ilə Azərbaycan Tibb Universitetində tibb bacısı işi ixtisası üzrə təhsil həyata keçirilir. Bu qısa dövr ərzində tibb bacısı ixtisasının tədrisi üçün Azərbaycan Tibb Universitetinin rəhbərliyi tərəfindən əhəmiyyətli işlər görülür. Türkiyənin Qazi və Ege universitetlərindən bu sahədə tədrislə məşğul olan mütəxəssisləri ilə sıx əlaqələr yaradılıb və proqramların təkmilləşdirilməsi üzrə treninqlər təşkil edilir.